وقل رب زدني علما. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد. Ümumən, yəni fitnələr çoxdur həqiqətən. Yəni nə qədər fitnə çoxalırsa insanın sabit qalmağı da az olur. Ona görə hər kəs öz qeydinə qalmalıdır. Allah Teala Quran-Kərimdə ki, ey iman gətirənlər, aleykum anfusakum. La yadurrukum min xazalakum. İzə ihtədeytum. Deyir ki, ey iman gətirənlər, öz-özünüzün qeydinə qalın. Baxın, öz-özünüzün qeydinə qalın. Deyir ki, yəni sizə müxalif olanlar heç vaxt sizə zərər vura bilməz, əgər siz hidayətdə olsasınız. Görürsən, hidayətdə insan olarsa, insana heç kim zərər vura bilməz, həqiqətən. Gör, hidayətdə olan insanı Allah Azza və Cəllə qoruyur, mühafizə edir. Və həmçinin başqa ayədə Allah Teala buyurur ki, Ya eyyuhəl-ləzîne âmenû qû enfusakum və əhlikum nâr. Ey iman gətirənlər, öz-özünüzü qoruyun. Alimlər burada ki, öz-özünüzü qoruyun, yəni iki şeydir. Birincisi, qardaşlar bir-birlərini qorusunlar, müsəlmanlar bir-birlərini qorusunlar. Həm nədən? Həm naqisliklərdən, həm qeybətdən, həm alçatmaqdan, həm pis baxmaqdan, xor baxmaqdan, həm işinin qarşısını almaqdan, həm həsəd etməkdən, kin-küdurət bəsləməkdən. Qoruyun bir-birinizi. Həmçinin azmaqdan bir-birinizi qoruyun. Bir qardaş görürsən ki, cahilliyə tərəf getdindən ki, qardaş, getmə və ya tez-tez çağır. Və həmçinin, bax bu Ali nədir? Qu enfusakum. Öz-özünüzü qoruyun, yəni bir-birinizlə olun. Yəni Allah Teala nə qədər ayələr var, deyir ki, La yəttəxidil mu'minunəl kafirinə avliyə. Möminlər kafirləri özlərinə dost tutmasınlar. Yəni burada kafirlər ümumidir. Əl-kafirun deməli gəlib nədə? Yox, deməli ismu feildir. İsmu feil değil mi? Asla. İsmu feildir. İsmu feil vəsfə dəlalət edir. Yəni hər küfür vəsfinə aparan insanla durub oturma. Vəsfdir bu. Yəni o adam ki səni aparır o yerlərə, getmə, vallahi peşman olacaqsan. Yəni heç vaxt ondan sən xeyir tapmayacaqsan. Ona görə bir-birinizi qoruyun. Və belə ailələr çoxdur. Həmçinin ailələrinizi qoruyun. Ailə ilə məşğul ol. Ailələrinizi qoruyun ki, bax, misal üçün, ailə itaət edirmi, namazı vaxtında qılırmı, ailə ilə gözəl rəftar etmək, əxlaqlı davranmaq və s. Allah Azza və Cəllə hamımızı müvəffəq eləsin. Və bu şeylər daima insanda dərd olmalıdır, fikir olmalıdır ki, yəni neynə? Çünki ömür qısadır. Həqiqətən insan yəni Allaha tərəf gedir. Necə ki, hədisdə gəlib, deyir ki, ya ibn Ədəm, hər bir gün deyər ki, Adəm evladı iqtənimni, məndən istifadə et. Ola bilsin, mənim səndən başqa günün olmasın. Yəni, axırıncı günün olsun. Vallahi, həqiqətən nə qədər cavan insanlar olub, qəfil ölüm gəlib. Qəfil ölüm gəlib. Ona görə insan həmişə bax, iman gətirənlərlə bir yerdə olanda, iman əhli ilə bir yerdə olanda, zikir məclislərində olanda, xatırlanma olur və özü üçün tədbir görməyə başlayır. Misal üçün dua etməsi insanın. Bax, elə dualar var, bizi qoruyur. Bunlardan biri də afiyət duasıdır. Yəni, Allahümme nəsəlükə affə və l-afiyyətə fid-dünya və l-axirə və axıra kimi Allahümme nəsəlükə affə və l-afiyyətə fi-dini və dünyaya və əhli və məli Allahümme əstur avrati və əmir əvəti Allahümme əhfad min beyni yədeyyə min xalf və yəmin və şiməl min fəvqə və min təhti əvuz bi'əzəmətikə ən uğtələ min təhti. Allahım, dünyada və axirətdə sənə salmaçılıq istəyirəm. Allahım, dinim, dünyam, malım üçün səndən salmaçılıq istəyirəm. Allahım, Allahım, məstur avratı, eyiblərimi ört. O eyiblərimi bilməsinlər. Hamıda eyib olur. Sən Allaha sığınmaq, Allah Azza və Cəllədən yardım istəmək, nə gözəl dualardır, Allah Rasulü sallallahu aleyhi ve sellem dualardır. Daima Allahla əlaqədəsən, Rəbbinlə. Səni qoruyan, səni idarə edən, yardım edən, sağlamlıq verən, şəfa verən, xəstələnəndə. Vallahi,
Yəni, bundan böyük xoşbəxtçilik ola bilməz. Və həmçinin Allah Rasulü sallallahu aleyhi ve sellem hədisləri ilə bərabər olursan. Və sonra nə deyir? Deyir ki, Allahümme s-avrati və əmir o ayət. Allah qorxulardan məni əmin et. Yəni, qorxudan əmin. Yəni, qorxular çoxdur. Övladın başına bir şey gəlir, onun başına bir şey gəlir, bunun başına bir şey. Qorxular var da həyatda. Çəki, Allahım qorxulardan məni qoru. Maşından gelsən hadisə ola bilər, kimsə gəlib maşın, yəni əks yoldan çıxar, üstüvə çıxar, yerində insan ölə bilər. Bu dəqiqə çoxalıb ölümlər. La taqumu sa'atu hatta yaksural harac. Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, qiyamət qopmaz, harac çoxalmadıqca. Harac nədir? Qatil. Deyirlər, ya Resulü, harac nədir? Qatil, ölüm. Ölüm. Yəni, həqiqətən baxırsan, ölüm. Hətta bəzi alimlər deyir ki, adi maşın hadisələri var da. Yəni, maşın hadisələrində ölən, maşın qəzalarında ölənlərin sayı deyir, dünya müharibəsində ölənlərin sayından çoxdur. O qədər adam ölür. Allah bizi salamat eləsin. Və insan bu dualarla Allah onu qoruyur. Allah məni önümdən, arxamdan, ya sağımdan, solumdan qoru. Ayağımın altının qazılmasına sənə sığınıram. Yəni ki, mənə qəfil gələn bəladan sənə sığınıram. Mənim üçün dua var. Allahümme innəuzbikə min cəhdil bələ və dərəkil şəqa və su'il qada və şəmətətil ədə. Allahüm cəhdil bələ. Yəni bəladan sənə sığınıram. Və dərəkil şəqa, bədbəxtçiliyin alt mərtəbələrinin aşağılığından sənə sığınıram. Yəni aşağı bədbəxtçilikdən. Və su'il qada, pis qədərdən sənə sığınıram. Və şəmətətil ədə, düşmənlərin bizə saldırmasından sənə sığınıram. Üçün duadır. Və həmçinin Allahümme inni əuzu bikə min zəvali ni'mətik və təhəvvülə afiyyətik və fucaətə niqmətik və cəmi'i səxatik. Allahümme inni əuzu bikə zəvali ni'mətik. Allahım, nimətin getməsindən sənə sığınıram. İnsan nimətlər var, oturursan, durursan, sağlamlıq, evdə afiyyət, o birisi. Allahümme inni əuzu bikə min zəvali ni'mətik. Allahım, nimətin getməsindən sənə sığınıram. Və təhəvvülə afiyyətik. Bir afiyyətin bəlaya çevrilməsindən, salamatçılığın bəlaya çevrilməsindən sənə sığınıram. Və təhəvvül əfiyyə və fucaətin niqmətik. Deyir ki, qəfil gələn bəladan sənə sığınıram. Və cəmi'i səxatik. Sənin bütün qəzəbindən sənə sığınıram. Bu, yəni ki, görürsən, amma insan, yəni, iman əhli ilə bir yerdə olmayanda, görürsən, qafillərlə bir yerdə oturur, durur, bütün bu şeylər yadından çıxır, illər keçir, birdən qəfil bəla yaxalayır və sonra deyir ki, subhanallah, mən nə görür? Ya ölüm gəlir ona, ya bədbəxtçilik gəlir, ya həyat bədbəxtçiliyi gəlir, ya ailə bədbəxtçiliyi gəlir və belə. Və hətta bəzən görürsən ki, insan bədbəxtçiliyi içərisində davam edir, gəlir onun olur, misal üçün 40 yaşı, 50 yaşı, artıq gec olur, yəni artıq xoşbəxtçilik haqqında fikirləşmək də istəmir, elə bədbəxtçiliyin torunda dirlənib gedir. Yaxşı, mənim həyatımda belədir də, yəni. Baxırsan sonra nə tövbə eləmək istəyir, nə şeyə gəlmək istəyir, çünki qəlb qaralıb artıq. Münkar da bilmir, inkar etsin və xeyir də bilmir, xeyrə yəni, tərəf getsin. Yəni, artıq qəlb qaralıb. Bunlar görürsən ki, belə insanlar hətta əvvəl görürsən ki, namaz qılan, ibadət edən insanlardan olub, yəni, bəziləri. Yəni, Allah bizi bədbəxtçilikdən qorusun. Amma belə dualarla insan və həmçinin, bax, Qur'an var da, Qur'anın insan həyatının bir hissəsinə çevrilməsi. Və bizi Qur'andan ən çox məhrum edən şey budur, telefon. Bizim vaxtlarımızı alan, bizim yəni amma bunu söndürmək lazım. Bunu durdurmaq lazım. Və bu çox məhrum edir. Dəhşət məhrum edir. Nə yaxşı olar insan doğru faydalansa, düzgün istifadə etsə, amma vallahi saatları alır. Xüsusən indi problemdir. Yəni kimdə TikTok varsa, kimdə Instagram varsa, gün ərzində gözü yüzlərlə göz zinası görür. Təsəvvür et, hansı gözlə Rəbbimə baxacaqsan? Alimə, hansı gözlə Rəbbimizə baxacaq ki, o gözlə biz haramlara baxarıq? Həmin gözlə vucuhun yevmə izin nadirə, o gün həmin üzlər parlayacaq, ilə Rabbihə nadirə, öz Rəbbinə baxacaq. Bu göz Allah sən yaradıb ki, onunla xeyirli işlərə görəsən, xeyirli şeylərə baxasan, Quran oxuyasan, ibadət edəsən, Allahın nimətlərini düzgün şəkildə görəsən. Allah yaratmayıb ki, ondan sən yəni günah işlər görəsən.
deyir, heç olmasa görəndə, baxanda neynə? İstiğfar et, günahın bağışlanmasını deyil. Çünki o deyir, hər bir günah insanın qəlbinə təsir edir. Xüsusən gözlə qəlbin yəni nəyi var? Əlaqəsi var, güclü əlaqəsi var. Yəni, göz görəndə qəlbdə hərəkət baş verir. Göz görəndə qəlbdə hərəkət baş verir. Və bu qəlbdə hərəkət baş verəndə qəlb təsir edir. Qəlb əzalara təsir. Çünki qəlb nədir? Məlikdir. İbn-i Qeym rahimehullah böyük alim deyir ki, qəlb nədir? Padşahdır deyir. Əzalar onun nəyidir? Əskərləri də ordusudur. Yerinə icra elətdirən nədir? Bəzən dil. Dil qəlbdə baş verir, dilə əmr olunur, dillə nə edir? Ötürür. Ona görə Quran müalicədir. Quran müalicədir, günahın müalicəsidir. Çünki günahlarla savablar insanın həmişə nə edir? Yarışır yəni, sanki. Və hətta şeytan istəyir səni günaha salsın, amma Rəbbin istəyir ki, təmizləsin, cənnətə çağırsın. Necə ki, ayədə keçir. Allah azə deyir ki, Vallahu yəd'u ilə dəris-səlam. Allah deyir, salamat diyara sizi çağırır. Allah sizi bağışlamaq istəyir, cənnətlə mükafatlandırmaq istəyir. Amma şeytan cəhənnəmə çağırır insanları. Ey eyyuhən-nəs, ey insanlar, kulu mimmə fil-ardı hələlən tayyibə. Yer üzərində olan halal nimətlərdən yeyin və lə təttəbi'u xutuvatı şeytan. Yer üzərində halal nimətlərdən yiyin və şeytanın adımları arxaya getməyin. Deyir, sonra deyir, innəhu deyir ki, o sizin həqiqətən innəhu ləkum aduvvun mubin. O sizin açıq-aşkar düşməninizdir. Düşməndir də bu düşmən. İnsanı istəyir ki, həlak etsin, məhv etsin, cəhənnəmə qalsın, əbədiyyən, zəlil etsin. Hətta az belə şeylə qalib gələndə sevinir. Az belə şey qalib yəni sevinir ki, nə yaxşı bunun, az olsa nəsə elədim buna. Allahu Akbar. Ona görə yəni insan hidayətdədirsə çox sevinməlidir. Qəlbi geniş olmalıdır. Deməli ki, əlhamdülillah Rəbbimiz hidayət edib. Və Quranla özünü neynəməli? Saxlamalıdır. Və Quran oxumaq böyük nemətdir Allahdan. Və bu alimlər deyir ki, Quranın nazil olmağının 3 dənə nəyi var? Məqsədi var. Məqsəd. Səbəblər çoxdur. Amma məqsədlər 3 dənədir. Birinci məqsəd odur ki, tilava. Quranı oxuyasan. Tilavatuhu bi-əl-sunə. Deyir ki, dildə onu oxuyasan. Necə ki, Allah Azə və Cəllə buyurur, وَرَتِّلْ الْقُرْآنَ تَرْتِيلًا وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا. Quranı aramla oxu, təcvidlə oxu. Yəni, məxaricül huruf, əməkən vüquf, məxrəclərə diqqət edərək, dayanma yerlərinə diqqət edərək, oxu, aramla oxu. Və həmçin Allah Teala başqa ayədə buyurur ki, فَقْرَأُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ. Deyir ki, Qurandan sənə asan olanı oxu, deyir Allah Azə və Cəllə. Və həmçin başqa ayədə buyurur ki, فَقْرَأُوا مَا تَيَسَّرَ مِنْ. Deyir ki, Quranı neynə? Asan olan hissəsini, yəni asan olan qədər sənə oxu. Quran oxu, deyir, Allah Teala oxu, deyir. Əl-ləzīnə əsəynəhumul kitab yətlûnəhu haqqa tilavətihi. Ulaikə yu'minun bih. Ki, kitab verdiyimiz kəslər onu haqqı ilə oxuyarlar. Əsl iman gətirənlər onlardır. Və mən yəkfur bihi fə ulaikə humul xasirun. Kim ona küfür edərsə, əsl o, yəni izyana uğrayanlar, ucuzanlar onlardır. Və həmçinin Allah Teala Quranı nə məqsədlə göndərib? Tədəbbür olunsun. Tək oxuyub getmək o, ara bir aç tərcüməsini oxu, ara bir təfsir dərslərinə bax. Əgər ərəb dilini insan bilmirsə, ərəb dilini bilirsə, ərəbcə oxu, get qabağa, ərəbcə oxu. Allah Azə və Cəllə buyurur ki, kitabun ənzəlnəhu iləkə mübarəkun liyəddəbbəru əyəti. Ki, bu kitab biz mübarək bir kitabdır, mübarək olaraq nazil etdik, bərəkətlidir, bərəkət var. İnsanın həyatına, ailəsinə, övladlarına, hər şeyinə bərəkət verir Quran-ı Kərim. İqra'u surətəl Bəqara. İqra'u, oxuyun Bəqərə surəsini, oxumaq məqsəddir. Deyir ki, fə innə əxzəhə bərəkə. Onu götürmək bərəkət. O tarkəhə həsratun. Deyir ki, onu tərk etmək peşmançılıq. Və lə təstəti'u həl-batələ. Deyir ki, sehirbazlar bacarmaz. Nə qədər insanlar var, gözdür, sehirdir, məhv edib. Bax, Quran müalicəsidir. Nə qədər adamlar var, gəlir, deyir ki, belə-belə hallarım var, baxsan ki, ya sehir olunub, cadu olunub, ya göz deyib. Deyirsən, Quran oxuya bilirsən? Deyir, yox. Deyirəm, mən sənə nə deyim?
Sizə namaz qılırsan, deyir, yox. Deyəm, mən sən necə deyim, müalicə eləyəsən. Namaz qılmır, ibadət eləmir. Bəs Allaha bir qaldırası əllərin olsun da. Bir Allaha tərəf qaldırası əlin olsun ki, yəni deyə bilərsən ki, ey Rəbbim, mən ibadət edirəm, gücüm çatdığını edirəm, mənim günahımı bağışla, bəlamı qaldır. Yəni onu heç olmasa kəsmədən. İnsan günah. Sonra əllər Allaha qalxmır. Necə qalxsın ki? Həqiqətən o qədər insanlar var. Günahına görə əlini Allaha qaldıra bilmir. Necə qaldırsın? Bütün günü Allaha asi olur. Sonra bəla gələn kimi əl qalxmır axı. İstər-istəməz sığışdıra bilmir özünə. Amma insan heç olmasın namaz qılsa, ibadət eləsə, deyər ki, ey Rəbbim, bağışla məni, günahkaram, namazımı qılıram, ibadətimi edirəm, mənə neyinə? Yardım et, kömək ol. Heç olmasa bu bəlanı məndən qaldır və s. Allah bizi salamat eləsin. Həmçə Allah Teala nə deyir tədəbbür haqqında? Deyir ki, وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرِ Deyir ki, biz Qur'anı zikr etməyi, yada salmaq üçün asanlaşdırmışıq. Heç dərk edən varmı? Heç tədəbbür edən varmı? Məsələn, Allah Teala asandır, deyir Qur'an. Deməli, Qur'anı nə etmək lazım? Tədəbbür, vallahi Qur'an bərəkətli kitabdır, böyük kitabdır. Bu da Allah müsəlmanlara bunu bu bəxşişi verib. Bax, İncil, Zabur, Tevrat hamısı muharrafdır. Aləm dəyib bir-birinə o kitablarda. Yəni, başı ayağına ziddiyyətdir. Amma Qur'an وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللّٰهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا Bu ayə tədəbbür ayəsidir. Deyir ki, أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنِ وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللّٰهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا Deyir ki, onlar deyir, Qur'anı tədəbbür etməzlərmi? Dərk etmə, deyir, əgər Allahdan qeyrisi tərəfindən olsaydı, orada çoxlu bir-birinə ziddiyyət, bir-birinə müxalif ayələr tapardılar. Amma deyil. Yəni, bu Allahdandır. Əgər Allahdandirsə, Allah neymət olaraq yəni, möhkəm yapışmaq lazım. Və həmçinin Qur'an nə üçün göndərilib? Əməl üçün. Həsən Şeyx. Yəni, məqsədlərindən üçüncüsü əməldir. Allah Azze ve Celle nə deyir? Mən a'rada an zikri fə innə ləhu məişətən dankə. Bu ayələr də ona dəlildir. Ki, yəni kim mənim zikrimdən uzaq durarsa, yəni əməl etməkdən uzaq durarsa, ona bir sıxıcı həyat verirəm. Və nəhşuruhu yevməl qiyaməti a'mə. Deyir, onu qiyamət günü kör olaraq gətirəm hüzuruma. O deyər ki, Rabbi limə həşartəni a'mə. Və qalə Rabbi limə həşartəni a'mə. Ey Rabbim, mənə niyə görə kör etdin? Fəqad kuntu basira. Mən görürdüm axı, gözlərim var idi. Deyir ki, və kəzəlikə ətətkə əyatuna fənəsitəhə. Deyir ki, mənim ayətlərim sənə gəlsən, onları tərk etdin. Yəni, ayətlərimizə əməl etmədin. Deyir ki, və kəzəlikə liyovmə tunsə. Biz də səni bugün tərk edirik. Yəni, səndən uzaqlaşırıq. Allahu Akbar. Ona görə, görürsən, yəni, Qur'ana əməl etməmək və bədbəxtçilikdir. Dünyada və axirətdə sıxıntıdır. Mən a'radan zikri fə innə ləhu məişətəndan ki, sıxıcı həyat. Amma Qur'an necə qəlbləri genişləndirir. Allah, yəni, həqiqətən iman əhli hər halında xoşbəxt. Hər halında. Deyir ki, mömin, yəni Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, İdə asabətu sarra'u şəkərə fəkənə xayrən ləh və idə asabətu darra fəsabərə fəkənə xayrən ləh və zəlikə lə yəkun illə lil-mümin. Möminə bir xeyirli iş başına gəlsə şükür edər. O da onun üçün xeyirlidir. Əgər yəni, başına bəla gələrsə səbr edər. Səbr edər. Bu da onun üçün yəni, nədir? Xeyirlidir. Bu da deyir, və zəlikə lə yəkun illə lil-mümin. Bu deyir, yalnız möminlər təridir. Ki, mömin olmayan adama belə şey yoxdur. Bu yalnız mömin üçündür. Allah yəni Azze və Cəllə bizi Qur'anla şərəfləndirsin. Həqiqətən Qur'an-ı Kərim insan həyatını çox parladır, çox işıqlı edir, problemlərini aparır insanın, bərəkət qatır ailəsinə, dünyasına, axirətinə. Yəni Qur'an-ı Kərim həqiqətən hidayət kitabıdır. Ona görə Allah Teala deyir ki, bu kitab elə bir kitabdır ki, Zəlikəl kitabu la raybə fi, sonra deyir, hudəllil muttəqin. Deyir ki, müttəqilərə hidayət kitabıdır. Görürsən, müttəqil. Bəzi alimlər deyir ki, insan deyir, müttəqi olmasa kitabla hidayət ola bilmir. Çünki insan fasiq olunca kitabda əyri şeylər görəcək. Çünki onun qəlbi salamat deyil. Allah Teala deyir ki, Quran-ı Kərimdə Allah Azze və Cəllə deyir,
Səəsrifu an əyatiyəl-ləzīnə yetəkəbbərunə fil-ard biğayril haqq. Yer üzərində təkəbbürlü gəzən insanlardan ayətlərimizi çevirdik. Və in yarav kullə ayətin la yu'minu biha. Və in yarav səbilə rüşdi la yettexizuhu səbilə. Və in yarav səbiləl gayyi yettexizuhu səbilə. Deyir ki, ayətlərimizi yer üzərində təkəbbürlüklə gələnlərdən çevirdik. Deyir, hidayət yolunu görüb yönəlməz. Azğınlıq yolunu görüb o yola yönələr. Allah qorusun. Məsələn, deyir, onlardan ayətlərimizi çevirmişik. Halbuki bu ayətlər insana ədəb, əxlaq, gözəllik, yəni təmizlik, sağlamlıq, ancaq gözəl şeylər şeydir. Yəni, necə ki, böyük alim İbn-i Hüseyin Rahimullah deyir ki, Amerikalı bir həkimlə görüşdüm, deyir. Şeyx mühazirən deyir, dünən görüşdüm, deyir, Amerikalı həkimlə. Dedi ki, o həkim deyir ki, 2 ayə mənim İslamıma səbəb oldu. Biz bir dəfə danışmışdıq məsələn, o günlər mənə. Deyir, birinci ayə odur ki, birinci hədis odur ki, bir hədis, bir ayə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Adəm övladı, yəni sulbunu, yəni belini düz saxlayası qədər yeməyi ona kifayətdir. Deyir, əgər deyir, artıq etmək istəsə, heç olmasa mədəsini 3 yerə bölsün. Bir hissə yemək, bir hissə su, bir hissə də hava, boş saxlasın. Deyir, mən baxdım ki, bu hədis usulü tibbdir, deyir. Tibbin əsaslarıdır. Doktor yaxşı bilər. Tibbin əsaslarıdır, deyir. Tibbin əsasları olduğu üçün, deyir, mənə təsir etdi. Gördüm ki, yəni, bu həqiqətən bəşər kəlamına oxşamır. Yəni, insan sözünə oxşamır bu. 1400 qaba deyilib. Və sonra deyir, ayə də qabağıma çıxdı ki, Allah Azze ve Celle deyir ki, ya eyyuhellezine amenu izâ qumtum iləs-salati fəğsilu vucuhakum aydiyakum ilal-marafiq fəğsilu vamsahu bi ru'usikum və arjulakum ilal-ka'beyn. Ey iman gətirənlər, namaza duranda əllərinizi yuyun, üzünüzü yuyun və qollarınızı dirsəklərə qədər, dirsəklərlə bərabər yuyun, sonra başınıza məhz edin, ayaqlarınızı yuyun. Deyir, bu da təmizlikdir. Deyir, 2 şeylə, az yeməklə və təmizliklə deyir, sağlamlıq hasil olur. Bu 2 ayə, bir hədis mənə təsir etdi və mən İslamı qəbul etdim. Yoxsa həqiqətən İslam bütün xeyirlər var. Bütün. Yəni, bax, nə qədər insanlar bədbəxtçilikdən qayıdıb, xoşbəxt həyat sürüb. Nə ilə? Dinlə, İslamla. Bax, nə qədər boşanmaq istəyən ailələr İslam dinində olan qaydalara əməl ediblər, ailələri salamatçılıq olub. Vallahi, bax, hətta rast gəlmişəm, nə qədər insanlar olub. Yəni, zövcəsini boşamaq üzərində, demişəm, neyinsən? Yəni, nəyə görə boşursan? Baxsan ki, ortada heç nə yoxdur. Ancaq emosional söhbətlər qaytarmışsa sünnəyə, Allah Rasulunun yoluna, Allah Rasul necə edərdi, necə rəftar edərdi yoldaşları ilə. Yəni, nətər olardı, necə olardı, onun bizə yolunu ona edilmişsən ki, Allah səndən razı olsun. Mən də balaca şeyləri böyük problem etmişəm. Sənin və mənim ailəmdə heç bir problem yox olmuş. Nəyə görə o mənə söz edir, nəyə görə sən mənə söz edirsən? Emosiya ancaq. Baxırsan, İslam hər şeyi müalicə edir. Bu cürə gözəl din Allah nəsib edib. Vallahi. Baxırsan ki, bir əyrilik belə yoxdur. Allah Azze ve Celle Quran-ı Kərimdə heç nəyi unutmayıb. Hər şey haqqında danışıb. Həqiqətən bu bizə nemətdir. Allah Azze ve Celle bizi Quranla şərəfləndirsin və bizə afiyət nəsib eləsin. Dünyada və axirətdə ailələrimize afiyət nəsib eləsin. Övladlarımıza afiyət nəsib eləsin. Və bizi hidayət olandan sonra azmaqdan qorusun. Və Allah Azze ve Celle bizim borclarını əda etməyi, xəstələrimizə Allah şəfa versin. Yəni, və o müsəlmanlar ki, dardadılar, o müsəlmanlar ki, kafirlərin yəni, əziyyəti altında Allah onlara zəfər versin. Allah onları zülümlərindən qorusun. Və Allah Azze ve Celle kim ki, bu dinə pis niyyətlə yanaşır, Allah o pis niyyəti, o pis əməllər onun öz başına gətirsin. Allah bir daha doğrusunu Subhanəkəllahum həmdik, əşhədu ən la ilahe illə ənt, əstəğfiruka və tövbə ileyk.